Bugün Borçalını gəzirəm proqramı çərçivəsində Təkərli kəndindəyik. Bu video süjet çərçivəsində Təkərli kəndinin tarixi, burada yaşamış önəmli insanlar, eyni zamanda mövcud tarixi abidələr haqqında sizə məlumat verəcəyik. Bak bu gözünüzle gördüğünüz bu daş bizim Təkərlinin simvoludur. Çok qədim bir daşdır. Bu 3-cü, 7-ci əsrə aiddir. Əgər hər bir qoçun bir-biri ilə döyüşünə diqqətlə fikir versəniz, çox iti surətlə bir-birinə zərbə indirirlər. Yəni bu Türkün endirdiyi zərbəsidir.